Mərkəzə qaçma təcili nə idi? Ümumiyyətlə, yadına saxla. Mərkəzə çevrə üzrə cisim çevrə üzrə bərabər sürətlə hərəkət edirsə, bax, bir radiusun çevrədir. Biz demişdik, sürət nə olur? Sürət həmişə toxuna istiqamətlə yönəlidir, düzdür? Məsələn, Bəli. cisim saat əqrəbinin istiqamətində hərəkət edirsə, Daha yuxarı. belə formada da, yəni toxuna istiqamətində. Sonra bu nöqtədə də yuxarıya əsər, düzdür? Bəli. Buna deyək bir A nöqtəsi, demək nöqtəsi, deyək A nöqtəsi, B nöqtəsi, nə bilim C, D nöqtəsi. Görsən, sürət, bax fikir ver, bu da radiusdur da, radius. Sürətin görsən qiyməti sabit qalsa da, biz onu necə yazırdıq? Keçən dəfə dedim, V bərabərdir constant. Qiymət sabitdir, amma istiqamət dəyişir. Sabit deyil, dəyişir. Mən də demişdim ki, vektorial kəmiyyətin istər qiyməti, istər istiqaməti dəyişibsə, demək o kəmiyyət dəyişmiş sayılır. Aydın oldu? Bəli. Yəni, sürətin istiqamətcə dəyişməsi nə yaradacaq? Sürətin də dəyişməsi, zamana görə dəyişməsi bilirsən də, təcil adlanan fiziki kəmiyyətlə xarakterici olur. Aydındır? Dəxli yoxdur, istər qiymətcə dəyişsin, istər istiqamətcə dəyişsin. Təcil yaranacaq və həmin təcil mərkəzə doğru yönələcək. Ona deyirlər mərkəzə qaçma təcili. O necə hesablanır? A bərabərdir V kvadratı bölünsün R. Aydın oldu? A bərabərdir V kvadrat bölünsün R. İndi bu təhlil bizim olur nə? Mərkəzə qaçma təcillimizin üstünü. İndi gəl burada qrafikləri, birinci qrafikına baxaq. A, V-dən necə asılı olacaq burada? A, B-dən düz asılı olacaq. Kvadratikdir. Görsən, V-nin kvadratı bölünür. Başa düşdü? A, V-dən belə formada kvadratik asılıdır. Həmçinin A burada R-dən. A, V də sabit, yəni R sabit olanda A, V-dən kvadratik. V sabit olanda A, R-dən tərs mütənasib asılı olur. Aydın oldu? Belə. Demək, indi burada biz deyilən məsələləri qurduk. İndi gəl baxaq nəyə? Bu A-nın buluşturun bildi. İndi bunu gəl periyodla, çünki bizə lazım olacaq tezliklə və bucaq sürəti ilə bağlı ifadələrini yazaq. Ona görə də gəl qaydaq keçən dərslərimizə. V-nin bucaq sürəti ilə bağlı buluşturu necə idi? V bərabər idi omega idi. Düzdür? V bərabərdir omega olsun n. Aydın oldu. İndi onu gətirib bir yerinə yazın. Yazıram yerinə A bərabərdir V kvadratı bölünür. O da bərabərdir. V'nin yerinə bunu qoyana nə olur? Omega R-in kvadratı gedir. Omega'nın kvadratı bu R-in kvadratı. Bölünsün R. O da bərabərdir. Omega kvadratı R. Aydındır? Aydın. Ay sağ ol. Demək, A-nın V-dən asıllığı burada necə asıllıqdır? A V-dən, A omegadan kvadratik, A R-dən, yəni verilmiş radiuslu çevrə üzrə hərəkət edirsə, yəni radius sabitdir. Ümumiyyətlə, verilmiş söz hansı fiziki kəmiyyəti qarşısında varsa, demək o sabit demək. Verilmiş radiuslu çevrə üzrə hərəkət edəndə A-nın omegadan asıllığı kvadratik, A-nın R-dən və yaxud da bucaq sürətinin verilmiş qiyməti isə A R-dən asılı olur. Aydın oldu. Oldu. Sonra bunu yazdıq.
İndi A bərabərdir omega kvadratı R. Omega'nda belə bir düstur var da, bilirsən. 2pi n. Düzdür? Evet. Aysa 2pi. Onu getirip burada yerine koyanda o zaman ne olacak? 4pi kvadratı n kvadratı 4pi kvadratı n kvadratı bu r. Aydın da Yani. bu birinci demek. Əsas düsturumuz budur. Bu ikinci düstur. Yani sadece eyni şeyleri ifade ediyor. Orada qəribə bir şey yok. Sonra üçüncü düsturda belə alacağıq. Periyodla bağlı düstur. A bərabərdir 4 pi kvadrat n kvadrat r. Aydındır. O da beraber. Aldım. Biz ne demiştik? Demiştik ki n beraberdir 1 bölünsün t. Düzdür. Onda n kvadratı da beraber olacak. 1 bölünsün t'nin kvadratı. 4 pi'nin kvadratı vur r bölünsün ne olacak? T'nin kvadratı. Aydın oldu. Aynen. Bu da dördüncü düstur. Demek A burada n'den düz asıldı. A R'den düz asıldı. A n'den kvadratik asıldı. A R'den düz asıldı. A T'den ters mütenasip asıllılık demeye ben bunu sana demiştim. Yani T arttıkça A da kvadratik olarak azalır. Mesela T 2 defa artanda A 4 defa azalır. Başa düştüğüm. Buna ters mütenasip asıllılık demiyor aslında. Ters mütenasip bir cəmiyyət neçə dəfə dəyişirsə o artırsa o bir cəmiyyətdə eyni dəfə azalması deməkdir. T sabit olanda A'nın değerden asıllığı düz mütenasip olur. Belə. Bundan bağlı bir sualımız var. Yok. Başa düşdüyüm buraya bu hissəni. Ha, Keçirəm qarşılı ötürməyə. Qarşılı ötürmə bu maşının elementləri zatları olur motor hissəsində. Görmüsən orada qarşılı ötürməyə. ha, görmüşüm ki biri böyük çarp, biri balaca çarp. İki böyük çarp, biri böyük, biri balaca. İkisi de birbirine qarşı. Ona qarşı deyildi bu arada. İndi düzdür, qarşı deyən yox. Ona rement deyir. Ama o nəsil adı? Yəni Azərbaycan adı rement. Ve Ya, qarşı. Aydındır. evet. Belə. Var iki dənə belə bir diskdir. Saatli disk. Ve disk üzərində iki nöqtə var. Bu iki disk üzərində iki nöqtə var. A nöqtəsi. Bir də bu. Bu nöqtələr bir-birinə 1 və 2 nöqtəsi deyək də. A və B dedik. 1 və 2 nöqtəsi. Aydındır. İndi biz 1 və 2 nöqtəsinin sürətini, bir nöqtəsinin sürəti olsun V1, nə bilim periyod T1, mərkəzi qasma təcili A1, nə bilim omega 1, mərkəzdə olan məsafəsi R1, düzdür. Sonra 2 nöqtəsinin sürəti V2'dir, periyodu T2'dir, A2, nə bilim omega 2, bir də V2. Aydındır. Hı hı. Birinci qızıl qayda, qarşılı ötürmə ilə bağlı birinci qızıl qayda. Yaddan çıxartmaq olmaz. Birinci qızıl qayda nədir? Qarşılı ötürmə zamanı sürətlər bir-birinə bərabər olur. Yəni, xətti sürətlər, sürətlərini xətti sürətlər. Yəni birinci və ikinci diskin, bax yenə deyirəm, hər il qəbul imtahanına düşən sual, bu çevrəyə aid düşən sual tiplərindən ən çoxu, yəni ən tez rastlayan qarşılı ötürməli, bir də eyni diskin üzərində hərəkət edən nöqtələrin sürətləri, nə bilim, periyod, tezlik və s. onların müqayisəsi. Aydındır. Ona görə də bunu diqqətlə öyrən. Birinci qızıl qayda. Xətti sürətlər bərabərdir. V1 bərabərdir V2. Aydındır. Hı hı. İndi keçək T'ləri, A'ları, N'ləri müqayisə edelim. İndi V'nin gəl birinci V'nin düsturunu yazın. V'nin düsturu nə idi?
Düsturu Bir beraberdir. 2pi r bölü Ha. Ha. 2pi r m1 r1 m1 düzdür. Beraber olacaq nəyə? 2pi r2 m2. Elə problem yoxdur burada. Buradan hər tərəfdən 2pi'lər ixtisar gedər. Nə qalır? R1 m1 Bir. R2 n2. Düzdür. Bir. Bir-birdən nə olacaq? Tərs asılı olacaq da. Çünki onların hasilləri sabitdir. R1'in M1'ə nisbəti R1'in R2'ə nisbəti tənasüb kimi də belə yazmalıdır. Olacaq tərs mütəmsil. N2'nin M1'ə nisbəti. Aydındır. Sonra bilirsən də omega bərabərdir 2pi n. Omega n-lə necə asıldı? Düz asıldı, düzdür. Onda n2 bölü n1 onda olacaq həmçinin omega 2 bölü omega 1. Düzdür. O da bərabər olacaq. N2, n-lə də t bir-birindən tərs asılıdır, düzdür. Onda biz n2 bölü n1'in yerinə nə yaza bilərik? T1 bölü t2 yaza bilərik. Aynen. Gəl bunu açıq şəkildə biraz belə yazaq da, səliqəli olsun. Demək, R1 böl R2 bərabərdir. R1 böl R2 bərabərdir. Omega 2 böl omega 1. Yəni, radius böyüksə, omega kiçik deməkdir. Radius kiçiksə, omega böyük deməkdir. Aydındır. Sonra perioddan isə düz asılı. Yəni, hansı nöqtənin belə deyək də, radiusu, mərkəzi olan məsafəsi böyükdürsə, R1-in R2-yə nisbəti bərabərdir. T2-nin T1'in T2'ye nisbəti. İndi buna ayrı misallara da baxacağıq. Aydındır. Aynen. Qarşıda ötürmə ilə bağlı problem. Problem yok ama biraz çətin dərsdən. Hə? Çətin dərsdə biraz ama yəni başa düşmək olar. Başa düşdün indi sən dərsdə. Mən dərsi izah elədim. Hansı hissə, indi misallarına da baxacağıq da bunun. Hansı hissə qaranlıq qaldı, mənə o saat bildir ki, mən burada müəllim çətinlik çəkdim, mən onu sən təzədən başa salır. Başa düşdün? Qarşıda ötürmədə vəziyyət belədir. Yəni, n-lərlə, daha doğrusu n-lər tezlikdir, bir də bucaq sürətidir, r-dən düz asıldı, tərs asıldı. Amma periodlar radiuslarla düz asıldı. Aydındır. Yəni, hansı nöqtədir? İstər deyirlər. İki nöqtəsinin radiusu, yəni mərkəzdə olan məsafəsi böyükdürsə, demək nə deməkdir bu? Onun periodu da böyükdür. Aydındır. Məsələn, traktorun qabaq və arxa təkərləri var. Onunla müqayisə edir. Qabaq və arxa təkərləri. Onların hər ikisinin xətti sürəti üzründə o traktor həm irəliləmə hərəkət edir, həm fırlanma hərəkəti. Bu biraz ayrı. Amma ümumiyyətlə götürəndə hər iki təkərin bax görsən, hansı təkər böyükdürsə, onun bir tam dövr etməsi üçün Daha çox tutmam lazım. Hansı kiçikdirsə, onun bir tam dövrü üçün daha az zaman lazım. İndi hansı daha tez-tez fırlanır? Yəni, vahid zamanda qabaq təkər daha çox dönür, yoxsa arxa təkər? Qabaq təkər. Qabaq təkər daha tez. Məsələn, arxa təkər, məsələn, eyni müddətdə 2 dəfə dönəndə qabaq təkər dönəcək, məsələn, 4 dəfə, 5 dəfə. İndi o, mən radiusların nisbətini dəqiq deyə bilmədiyim üçün, mən elə belə dedim. Yəni, misal başa düşdün. Yəni, qabaq təkərin tezliyi və bucaq sürəti arxa təkərin tezliyi və bucaq sürətindən böyük olacaq. Amma qabaq təkərin tezliyi və
periodu, üzr istəyirəm, arxa təkərin periyodundan kiçikdir. Və xətti sürətləri hər ikisində bərabərdir. Yaxşı, Ya. gəlirik disk. Bax, belə bir təsəvvür edin. Elə ki, diskimiz var. Bir dənə disk götürürük. İndi gəl bir dənə bir məsələyə nəzər salaq. Bu disk üzərində, böyle disk üzərində. Disk üzərində iki dənə nöqtə götürürəm. Biri bu bir nöqtəsi, biri də iki nöqtəsi. Yəni eyni disk. Tamam da. Gördük. Yəni bunlar eyni bir disk üzərində olan nöqtələr də. Başa düşdü. İndi disk hərəkət edirsə, hər iki nöqtələr nə edəcək? Hərəkət edəcək də, düzdür? Bu bir iki nöqtəsidir. Bir nöqtəsi. İndi gəl bax. Baxaq daha doğrusu. Bu hər iki nöqtənin periodlarını, tezliklərini, bucaq sürətlərini, sonra mərkəzi qaçma təzyiqi, məsələ bunları müqayisə edir. Birincisi, bax, eyni diskin üzərində fırlanır. Yəni, məntiq burada nədir? Biraz bu, belə deyək ki, anlamaq lazım. Eyni diskin üzərindədir. Eyni diskin üzərindədirsə, demək, bunların periodları nə olacaq? Bərabər olacaq da, düzdür? Yəni, hər ikisi bir tam dövrə eyni zaman sərf edəcək. Aydın oldu? Bəli. Yəni, ya belə danışaq da, bizim hər ikimiz yer kürəsinin üzərindəyik. Yer kürəsi bir tam dövr elədirsə, sən də o bir tam dövrə 24 saat sərf edirsən, mən də 24 saat sərf edirəm. Sonra o Afrikada qalanlar da 24 saat sərf edir. Qütbdəki aylar da 24 saat sərf edir. Sonra aydın oldu. Olmalı. Demək, burada nə alırım? Alıram ki, T1 bərabərdir T2-yə. Başa düşdü? Birin periyodu da eynidir, ikinin periyodu da eynidir. Periyodlar bərabərdir. Yəni burada o məntiq eyni diskin üzərində də bu disk bir tam dövr eləyəndə bir nöqtəsində sən dayanırsan, iki nöqtəsində sən dayanırsan. Diski mən bir dövr elətdirdim. Bir tam dövr elədirsə, sən də bir tam dövrə eyni zaman sərf edəcəksən, mən də eyni zaman sərf edəcəm. Çünki eyni diskin üzərindəyik. Başa düşdü? Bəli. Yəni T1 T2-yə bərabər olduğundan N1 də N2-yə bərabər olacaq. Və omega 1 də omega 2-yə bərabər olacaq. Başa düşdü? İndi ya sürətləri müqayisə edək. Bax, birinci nöqtənin mərkəzdə olan məsafəsi böyük, yoxsa ikincinin? Birincinin məsafəsi. Onda V-lərin düsturunu yazanda omega ilə bağlı düsturunu yazmaq lazımdır. V1 bərabər olacaq omega 1, omega vurulsun. Omega 1, omega 2 yazmıram, çünki hər ikisi üçün omeganın qiyməti eynidir. R1, V2 də bərabərdir. V2 də bərabərdir. Omega vurulsun. R2. Aydındır. İndi baxın. Burada nə alınır? V1'in V2'ye nisbəti nə olur? R1'in R2'ye nisbətinə. Gördün? Yəni, hansı nöqtənin demək, mərkəzdə olan məsafəsi böyükdürsə, o nöqtənin radiusundan xətti sürəti də nədir? Böyük. Başa düşdü? Böyük. Sonra A-ları gəl müqayisə edir. A nəyə bərabərdir? A bərabərdir omega kvadratı R1, A2 də bərabər A2 də bərabərdir omega kvadratı R2, A2 də bərabər omega kvadratı R2. Aydın oldu. Onda nə olur? A1'in A2'ye nisbəti bərabər olur
Ha, E, omega 2. Ne omega 2? omegalar ixtisar edir, değil mi? Ha ha ha. Ha Edir, bildim bildim bildim. edir. Başa düşdü. Bəli. Gəl bir dənə qısa özət keçək yəni. Birincisi, eyni diskin üzərində hərəkət edirsə, birinci növbədə olan periodları Periyodlar bərabərdir. bəli. Çünki eyni diskin üstündədir. Bax, yenə deyirəm. Yəni, Mən də yer kürəsinin üzərindəyəm, sən də, o pingvinlər də, sonra nə bilim, ekvatorda yaşayan o sivilizasiyadan, o cəngəlliklərdə yaşayan sivilizasiyadan uzaq insanlar, hamımız yer kürəsinin üzərində aşağı yuxarı, düzdür? Hamımız üçün yer kürəsi bir tam dövrə, yəni öz oxu ətrafında bir tam dövrə 24 saat sərf edir. Başa düşdünüz? Eyni eyni diskin üzərində olan nöqtələrdə bunun kimidir. Başa düşdün? Periodlar eynidir. Period eynidirsə tezlik eynidir. Tezlik də eynidirsə omegalar eynidir. Sonra V də bərabərdir omega R. İndi hansı nöqtənin mərkəzdə olan məsafəsi böyükdürsə, o nöqtənin xətti sürəti də böyükdür, həcəyi də böyükdür. Aydın oldu? Bu qədər. aydın oldu. İndi dərs izahımız bitdi. Bir dənə göz